Salamlar hamıya, mənim ikinci videoma xoş gəlmisiniz. Əslində sizə söz vermişdim ki, davamlı videolar çəkəcəm, çox maraqlı olacaq. Amma hər şey planladığımız kimi getmir. Bütün öz çətinliklərinizdən nələrsə öyrənərək çıxırsınız və deyirsiniz ki, bu mənim üçün bunu öyrətdi. Niyə bu belə oldu? Artıq soruşmursunuz. Bu arada əvvəllər fikirləşirdim ki, ilk keçişdə insan ana dilini unutmur. Əslində başa düşürsən ki, ilk keçişdə insan ana dili də, yəni yüksək səviyyədə Azərbaycan danışmaq üçün özünü yəni düşünməlisən, yazmalısan, qeydlər eləməlisən. Necə ki mən bu video üçün hazırlaşmışam. Sizə söz vermişdim ki, ikinci videomda sizin üçün müqayisə, yəni qısa da olsa müqayisə hazırlayacağım. Mən çox vaxt ümumiyyətlə eşidirəm ki, insanlar müqayisə edir. Almaniyada təhsil alanlar belədir, ya Almaniyada işləyənlər belədir. Məncə müqayisəyə mənim məsləhətim olardı ki, insanlar müqayisədən çox, yəni iki şeyi də əgər ediblərsə, yəni iki ölkədə işləyiblərsə müqayisəyə çox normal baxıram, yaxud da ki, iki ölkədə oxuyublarsa müqayisəyə çox normal baxıram, yaxud da ki, kimsə oxuyan birisini dəvət edib, onunla fikirlərini bölüşürsə, bunları çox düzgün hesab edirəm. Amma əgər qulaqdan dolma məlumatlarla müqayisə etməyinizi heç məsləhət görmərəm. Mən Azərbaycan Tibb Universitetində, yəni çoxlarının bildiyi kimi, bizdə tezlə qəbul olmuşuq, bizim vaxtımızda sadəcə bir dəfə qəbul var idi və Azərbaycanda bütün dünyanın çox ölkələrində olduğu kimi 5 illik təhsildir. Çox təəssüf ki, Azərbaycan Tibb Universiteti sizə sadəcə nəzəri bilik verir, yəni heç bir praktiki bilik vermir, heç bir sadəcə praktiki iş görməkdən danışmıram, xəstəyə münasibət, davranış, yəni bunların heç birini sizə öyrətmir. Almaniya Tibb Universitetinə mən bura gəldiyim zaman necə qərar verdim? Mənim özümdə, mən çox mükəmməliyyətçi bir insanam və mənim Almaniya Universitetinə girməyinə əsas səbəb özümdəki, yəni heç kəs burada deməsin ki, sən burada təhsildə necə bilmirsən, sən burada təhsil almasan, yəni bu sözləri eşitməmək üçün və daha özümü bu ölkənin diş həkimi kimi hesab etmək üçün bu ölkədə də təhsil almışam. Yəni bu mənim düşüncəmdir. Yəni kimlərsə deyə bilər ki, bəs niyə tanıtırma etməmsən? Tanıtırma etmək də əslində daha rahat yol axtarırsınızsa və yaxud da ki, artıq 5 ildə, 10 ildə həkim kimi işləyirsinizsə, mən yəni burada gəlib təzən təhsil almaq, yəni heç kəs etməz bunu. Mən Azərbaycan Tibb Universitetini tezə bitirmişdim və o zaman qabağıma məqsəd qoymuşdum ki, mən bura gələcəm. Tanıtırma haqqında düzünü deyim düşünmürdüm. Gələndə biraz maraqlandım ki, tanıtırma ümumiyyətlə necə bir prosesdir. Mən baxdım ki, tanıtırma prosesi də uzun bir prosesdir. Mən dedim, bir il artıq, bir il eksik, mən burada Tibb Universitetini bitirə bilərəm və daha bir uzun müddət ola bilər. Təbii ki, daha çətin ola bilər, amma mənim istədiyim nəticə olacaq. Almaniyada təhsil almaq üçün təbii ki, sizin dil sertifikatınız olmalıdır. Təhsil üçün ən yüksək C1, C2 sertifikatları olmalıdır. Yəni DSA sertifikatlar üzərindən deyirəm. DSA 2 gedir, Goethe Universitetində C1, C2 sertifikatları gedir və bu sertifikatı alandan sonra bura gəlirsiniz, öz məktəb bitirmə qiymətlərinizlə ondan çıxarılır və əgər universitetdə bitirmişsinizsə onu da göndərirsiniz. Mən o vaxtda Düsseldorfa göndərmişdim, onda bir nəticələr, yəni ortalama bir qiymət çıxır və ortalama qiymətləri də universitetlərə göndərirsiniz. Əvvəllər bu belə və ortalama qiyməti yüksəltmək üçün isə indi Almaniyada yeni TSH imtahanları var. Yəni ortalama qiymətiniz aşağıdırsa TSH imtahanına girirsiniz. Bunu almanlar da edir. Ortalama qiymətlərini daha da yüksəltmək üçün ki, konkursiyada birinci yerdə olsunlar. Çünki Tibb Universitetinə, diş həkimliyinə, yəni müalicə hüquq fakültəsinə qəbul olmaq çox çətindir. Ən yüksək yəni balla olan tələbələri götürürlər, necə Azərbaycanda olduğu kimi. Yəni bizdən fərqli olaraq bunların məktəb bitirmə attestatı götürülür. Söz yadıma düşdü, attestatı götürülür və üstünə TSA imtahanı eləyirlər. Əgər istəyirlərsə daha da yüksək nəticələr olsa, məsələn deyək ki 1.5 ilə bitiriblərsə üstünə TSA eləyirlər. Bunu xaricilər də edə bilər və onda nəticələri daha yaxşı ola bilər. Yəni ki üstünə toplanır.
Başqa bir, əgər siz Azərbaycanda universitet yaxud da ki 2 il universitet heç olmasa bitirməmisinizsə, siz Almaniyada Student College bitirməlisiniz. Yəni əgər məktəb təhsilinə gəlirsinizsə, kollecə girirsiniz. Kollec xaricilər üçündür, 2 illikdir. Bilmirəm, müəyyən yəqin ki, torpaqlarda, Bundeslandlarda bu biraz fərqli də ola bilər. Amma bura üçün deyirəm, Hessen, Frankfurt üçün deyirəm. Kollecə girirsiniz və ondan sonra imtahan verirsiniz. O da sizin yenə də onun nəticəsi ilə toplanır, sizin attestat qiymətiniz nəticəsi və bir də Almaniyada, Frankfurtda qəbul imtahanı da verirdik biz xaricilər. Avropadan olmayan xaricilər arasında konkurensiya keçirilirdi. Hamımız birlikdə qəbul edirdik, medisina, yəni müalicə işi və diş həkimliyi. Qəbul imtahanını veririk və yenə də sıralama ilə ən yüksək bal toplayanlar yerləri tutur, Azərbaycandakı kimi, sonra qalanlar da tutmur. Yəni belə desək, əgər ki məktəb bitirmisinizsə, məktəb qiyməti gəlir, kollecə girirsiniz, kollec qiymətinə toplanır. Üstünə də dil sertifikatınız da əvvəlcədən təbii ki olmalıdır. Verirsiniz, sonra da bu qəbul imtahanını verirsiniz xaricilər üçün olan və yer alır. Yəni ki, çox kiçik bir mərhələ deyil. Amma Azərbaycanda universitet bitirmisinizsə, yəni ki, kimya təmayüllü ya da ki, tibb universitetini bitirmisinizsə, ya da ki, tam bitirməmisinizsə, 1-2 semestr bitirmisinizsə, sertifikatınız, sizin diplomunuz, attestatınızdan qiymət çıxarılır və bunu sertifikatınızla bir yerdə verirsiniz. Bizdə Frankfurtda o zamanlar, mən gəldiyim zaman hər yerdə qəbul imtahanı yox idi, sadəcə Frankfurtda, Kölndə var idi. Mən isə sadəcə Frankfurtda qalmaq istəyirdim, çünki mənim bacım da burada təhsil alırdı. Mən çox böyük bir risk eləmişdim, mən sənədlərimi sadəcə Frankfurtda vermişəm. Çox istəyirdim ki, Berlin və amma Berlinlə Frankfurt arasında məsafə inanılmaz böyük olduğuna görə heç Berlin yəni sual belə altına girmirdi. Ona görə də sənədlərimi sadəcə olaraq Frankfurta vermişəm, bir də Mainz Universitetinə attestatla göndərmişəm. Yəni attestat və diplomdan çıxarılan qiymətlərlə məndə yüksək olduğuna görə, yəni ki, Mainz'a göndərdim çünki Frankfurta yaxındır. Frankfurtda da həm ortalama diplom qiymətim, həm attestat qiymətim, üstünə o girdiyim, dedim ya, Student College bitirənlər imtahana girirlər. Yəni bizimlə birlikdə, hamı, bütün xaricilər birlikdə o qəbul imtahanına girir. Fərqi yoxdur, kollec bitirib girirsən, yaxud da ki, Azərbaycanda attestat və universitet qiyməti ilə toplam. Sonra həm attestat, həm bilirəm belə bir çətin səslənə bilər, həm attestat, həm diploma çıxarmış qiymətlə üstünə gəlir sizin qəbul imtahanınızda topladığınız bal. Və bizim vaxtımızda, yəni bu hər il dəyişir. Məsəl üçün 100 qəbul varsa 5% götürülür xaricilər və 5 tələbə götürülür. Bizim ilimizdə bu belə idi. Sadəcə 5 tələbə götürdülər və o testdən çıxaran nəticələ digər diplom nəticəniz toplanır və siz qəbulda yəni yer alırsınız ya da almırsınız. Konkurrensiya çox böyük tələbə sayı arasında, yəni abituriyent sayı arasında keçir və fənlər kimya idi, fizika idi, biologiya idi, genetika, biologiya birlikdə idi. Səhv eləmirəmsə, bir də latın dili var idi, əlavə dərs kimi həm də. Düzün deyim, kimya, fizika, yəni Azərbaycanda qəbul imtahanı verən biri üçün çox asan gəlirdi mənə. Yəni biraz təkrarlayandan sonra çox asan gəlirdi. Və düşünəndə ki, amma bir fərq var, çünki bunlar başqa fizikada başqa adlandırmalar var, biraz ona öyrəşmək lazımdır və Azərbaycanda kimi hər şey, məsəl üçün, eyni hərflərlə yazılmır, necə izah edə bilmirəm. Yəni, biraz ona alışandan sonra kimya, fizika mənim üçün çox asan idi, çox az oxuyurdum, yəni, o qədər böyük vaxtımı almırdı, amma biologiya, genetika, burada medisinada keçilən biologiya, genetikadan imtahan elə bir siz edirdilər qəbulda, çox qəribə bir şeydir. Bu qəbul imtahanını verirsiniz və universitetə qəbul olursunuz. Bu iki proses arasında əslində baxanda Almaniyada qəbul, deyək ki, yaxşı ortalama qiymətiniz varsa, çox da mənə görə çox da çətin deyil, amma məsləhət görərdim ki, gəlmək istəyənlər hardasa kollecə gəlməsinlər. Kollec nə qədər olmasa, məncə daha stresli bir proses. Yəni, həm kollec imtahanı verirsiniz, həm üstünə bir də qəbul imtahanı verirsiniz, bir də, üzr istəyirəm,
Bir də səhv eləmirəmsə xarici üzrə bir də TSA verib üstünə yəqin artırma eləmək olar. Amma dediyim kimi mən bunu məntiqli hesab eləmirəm. Yəni Frankfurtda qəbul imtahanı var. Digər şəhərlərdə yox idi o vaxt, yəqin ki indi də yoxdur, amma bunu gələndə dediyim kimi hər il qaydalar inanılmaz dərəcədə tez-tez dəyişir. Buna baxmaq lazımdır. Mən qəbul olandan sonra burada da Almaniyada təhsil 5 ildir, amma bir semestrdə dövlət imtahanıdır. Dövlət imtahanı 16 imtahandan ibarətdir və bundan 25 imtahan 16 qiymətləndirmədən ibarətdir. Yəni məsəl üçün ortodontiyadan imtahan verirsiniz və ortodontiyadan imtahan verəndə bu həm yazılı imtahan olur, yəni ki sizə xəstə müalicə plan verilir, onu müalicə eləmə, daha doğrusu problemi verir, müalicə eləməlisiniz. Əl işi imtahanı olur, əl işi 2 yazılı imtahan və bir də sözlü imtahan olur. Yəni ki, bu müxtəlif imtahanların nəticəsindən bir qiymət çıxarılır sizin üçün. Bizdə qəbul imtahanından sonra fikirləşirdim ki, il keçdikcə insan ana dilini unutmur. Əslində başa düşürsən ki, il keçdikcə insan ana dili də, yəni yüksək səviyyədə Azərbaycan dilini danışmaq üçün özünü yəni düşünməlisən, yazmalısan, qeydlər eləməlisən. Necə ki mən bu video üçün hazırlaşmışam. Sizə söz vermişdim ki, ikinci videomda sizin üçün müqayisə, yəni qısa da olsa müqayisə hazırlayacağım. Mən çox vaxt ümumiyyətlə eşidirəm ki, insanlar müqayisə edir. Almaniyada təhsil alanlar belədir, ya Almaniyada işləyənlər belədir. Məncə müqayisəyə mənim məsləhətim olardı ki, insanlar müqayisədən çox, yəni iki şeyi də əgər ediblərsə, yəni iki ölkədə işləyiblərsə müqayisəyə çox normal baxıram, yaxud da ki iki ölkədə oxuyublarsa müqayisəyə çox normal baxıram, yaxud da ki kimsə oxuyan birisini dəvət edib onunla fikirlərini bölüşürsə, bunları çox düzgün hesab edirəm. Amma əgər qulaqdan dolma məlumatlarla müqayisə etməyinizi heç məsləhət görmərəm. Mən Azərbaycan Tibb Universitetində, yəni çoxlarının bildiyi kimi bizdə testlə qəbul olmuşuq, bizim vaxtımızda sadəcə bir dəfə qəbul var idi və Azərbaycanda bütün dünyanın çox ölkələrində olduğu kimi 5 illik təhsildir. Çox təəssüf ki, Azərbaycan Tibb Universiteti sizə sadəcə nəzəri bilik verir, yəni heç bir praktiki bilik vermir, heç bir sadəcə praktiki iş görməkdən danışmıram, xəstəyə münasibət, davranış, yəni bunların heç birini sizə öyrətmir. Almaniya Tibb Universitetinə mən bura gəldiyim zaman necə qərar verdim? Mənim özümdə, mən çox mükəmməliyyətçi bir insanam və mənim Almaniya Universitetinə girməyinə əsas səbəb özümdəki, yəni heç kəs burada deməsin ki, sən burada təhsildə necə bilmirsən, sən burada təhsil almasan, yəni bu sözləri eşitməmək üçün və daha özümü bu ölkənin diş həkimi kimi hesab etmək üçün bu ölkədə də təhsil almışam. Yəni bu mənim düşüncəmdir. Yəni kimlərsə deyə bilər ki, bəs niyə tanıtdırma etməmsən? Tanıtdırma etməkdə əslində daha rahat yol axtarırsınızsa və yaxud da ki, artıq 5 ildə, 10 ildə həkim kimi işləyirsinizsə, mən yəni burada gəlib təzən təhsil almaq yəni heç kəs etməz bunu. Mən Azərbaycan Tibb Universitetini tezə bitirmişdim və o zaman qabağıma məqsəd qoymuşdum ki, mən bura gələcəm. Tanıtdırma haqqında düzünü deyim düşünmürdüm. Gələndə biraz maraqlandım ki, tanıtdırma ümumiyyətlə necə bir prosesdir. Mən baxdım ki, tanıtdırma prosesi də uzun bir prosesdir. Mən dedim, bir il artıq, bir il əksik mən burada Tibb Universitetini bitirə bilərəm və daha bir uzun müddət ola bilər. Təbii ki, daha çətin ola bilər, amma mənim istədiyim nəticə olacaq. Almaniyada təhsil almaq üçün təbii ki, sizin dil sertifikatınız olmalıdır. Təhsil üçün ən yüksək C1, C2 sertifikatları olmalıdır. Yəni DSA sertifikatlar üzərindən deyirəm. DSA 2 gedir. Goethe Universitetində C1, C2 sertifikatları gedir və bu sertifikatı alandan sonra bura gəlirsiniz. Öz məktəb bitirmə qiymətlərinizlə ondan çıxarılır və əgər universiteti bitirmişsinizsə onu da göndərirsiniz. Mən o vaxtda Düsseldorfa göndərmişdim. Onda bir nəticələr, yəni ortalama bir qiymət çıxır və ortalama qiymətləri də universitetlərə göndərirsiniz.
Əvvəllər bu belə və ortalama qiyməti yüksəltmək üçün isə indi Almanyada yeni TSH imtahanları var. Yəni ortalama qiymətiniz aşağıdırsa TSH imtahanına girirsiniz. Bunu almanlar da edir. Ortalama qiymətlərini daha da yüksəltmək üçün ki, konkursiyada birinci yerdə olsunlar. Çünki Tibb Universitetinə, diş həkimliyinə, yəni müalicə huş fakültəsinə qəbul olmaq çox çətindir. Ən yüksək yəni balla olan tələbələri götürürlər, necə Azərbaycanda olduğu kimi. Yəni bizdən fərqli olaraq bunların məktəb bitirmə attestatı götürülür. Söz yadıma düşdü, attestatı götürülür və üstünə TSH imtahanı edirlər. Əgər istəyirlərsə daha da yüksək nəticələr olsa, məsələn deyək ki 1.5 ilə bitiriblərsə üstünə TSH eləyirlər. Bunu xaricilər də edə bilər və onda nəticələri daha yaxşı ola bilər. Yəni ki üstünə toplanır. Başqa bir, əgər siz Azərbaycanda universitet yaxud da ki 2 il universitet heç olmasa bitirməmisinizsə, siz Almanyada Studien College bitirməlisiniz. Yəni, əgər məktəb təhsilinə gəlirsinizsə, kollecə girirsiniz, kollec xaricilər üçündür, 2 illikdir. Bilmirəm, müəyyən yəqin ki, torpaqlarda, Bundeslandlarda bu biraz fərqli də ola bilər. Amma bura üçün deyirəm, Hessen, Frankfurt üçün deyirəm. Kollecə girirsiniz və ondan sonra imtahan verirsiniz. O da sizin yenə də onun nəticəsi ilə toplanır, sizin attestat qiymətiniz nəticəsi və bir də Almaniyada, Frankfurtda qəbul imtahanı da verirdik biz xaricilər. Avropadan olmayan xaricilər arasında konkurensiya keçirilirdi. Hamımız birlikdə qəbul edirdik, medisina, yəni müalicə işi və diş həkimliyi. Qəbul imtahanını veririk və yenə də sıralama ilə ən yüksək bal toplayanlar yerləri tutur, Azərbaycandakı kimi, sonra qalanlar da tutmur. Yəni belə desək, əgər ki məktəb bitirmisinizsə, məktəb qiyməti gəlir, kollecə girirsiniz, kollec qiymətinə toplanır. Üstünə də dil sertifikatınız da əvvəlcədən təbii ki olmalıdır. Verirsiniz, sonra da bu qəbul imtahanını verirsiniz xaricilər üçün olan və yer alır. Yəni ki, çox kiçik bir mərhələ deyil. Amma Azərbaycanda universitet bitirmisinizsə, yəni ki, kimya təmayülü ya da ki, tibb universitetini bitirmisinizsə, ya da ki, tam bitirməmisinizsə, 1-2 semestr bitirmisinizsə, sertifikatınız, sizin diplomunuz, attestatınızdan qiymət çıxarılır və bunu sertifikatınızla bir yerdə verirsiniz. Bizdə Frankfurtda o zamanlar, mən gəldiyim zaman hər yerdə qəbul imtahanı yox idi, sadəcə Frankfurtda, Kölndə var idi. Mən isə sadəcə Frankfurtda qalmaq istəyirdim, çünki mənim bacım da burada təhsil alırdı. Mən çox böyük bir risk eləmişdim, mən sənədlərimi sadəcə Frankfurtda vermişəm. Çox istəyirdim ki, Berlin və amma Berlinlə Frankfurt arasında məsafə inanılmaz böyük olduğuna görə heç Berlin yəni sual belə altına girmirdi. Ona görə də sənədlərimi sadəcə olaraq Frankfurtda vermişəm, bir də Mainz Universitetinə attestatla göndərmişəm. Yəni attestat və diplomdan çıxarılan qiymətlərlə məndə yüksək olduğuna görə, yəni ki, Mainz'a göndərdim çünki Frankfurta yaxındır. Frankfurtda da həm ortalama diplom qiymətim, həm attestat qiymətim, üstünə o girdiyim, dedim ya, Studien College bitirənlər imtahana girirlər. Yəni bizimlə birlikdə, hamı, bütün xaricilər birlikdə o qəbul imtahanına girir. Fərqi yoxdur, kollec bitirib girirsən, yaxud da ki, Azərbaycanda attestat və universitet qiyməti ilə toplam. Sonra həm attestat, həm bilirəm belə bir çətin səslənə bilər. Həm attestat, həm diplomla çıxarmış qiymətlə üstünə gəlir sizin qəbul imtahanınızda topladığınız bal. Və bizim vaxtımızda, yəni bu hər il dəyişir. Məsəl üçün 100 qəbul varsa 5% götürülür xaricilər və 5 tələbə götürülür. Bizim ilimizdə bu belə idi. Sadəcə 5 tələbə götürdülər və o testdən çıxaran nəticələ digər diplom nəticəniz toplanır və siz qəbulda yəni yer alırsınız ya da almırsınız. Konkursiya çox böyük tələbə sayı arasında, yəni abituriyent sayı arasında keçir və fənlər kimya idi, fizika idi, biologiya idi, genetika, biologiya birlikdə idi. Səhv eləmirəmsə, bir də latın dili var idi, əlavə dərs kimi həm də. Düzün deyim, kimya, fizika, yəni Azərbaycanda qəbul imtahanı verən biri üçün çox asan gəlirdi mənə. Yəni biraz təkrarlayandan sonra çox asan gəlirdi. Və düşünəndə ki, amma bir fərq var, çünki bunlar başqa fizikada başqa adlandırmalar var, biraz ona öyrəşmək lazımdır.
və Azərbaycanda kimi hər şey məsəl üçün eyni hərflərlə yazılmır, necə izah edə bilmirəm. Yəni biraz ona alışandan sonra kimya, fizika mənim üçün çox asan idi. Çox az oxuyurdum, yəni o qədər böyük vaxtımı almırdı, amma biologiya, genetika burada medisinada keçirilən biologiya, genetikadan imtahan elə bir siz eləyirdilər qəbulda. Çox qəribə bir şeydir. Bu qəbul imtahanını verirsiniz və universitetə qəbul olursunuz. Bu iki proses arasında əslində baxanda Almaniyada qəbul, deyək ki, yaxşı ortalama qiymətiniz varsa, çox da mənə görə çox da çətin deyil, amma məsləhət görərdim ki, gəlmək istəyənlər hardasa kollecə gəlməsinlər. Kollec nə qədər olmasa, məncə daha stresli bir proses. Yəni həm kollec imtahanı verirsiniz, həm üstüne bir də qəbul imtahanı verirsiniz, bir də üzr istəyirəm. Bir də səhv eləmirəmsə xarici üzrə bir də TSA verib üstünə yəqin artırma eləmək olar, amma dediyim kimi mən bunu məntiqli hesab eləmirəm. Yəni Frankfurtda qəbul imtahanı var. Digər şəhərlərdə yox idi o vaxt, yəqin ki indi də yoxdur, amma bunu gələndə dediyim kimi hər il qaydalar inanılmaz dərəcədə tez-tez dəyişir. Buna baxmaq lazımdır. Mən qəbul olandan sonra burada da Almaniyada təhsil 5 ildir, amma bir semestrdə dövlət imtahanıdır. Dövlət imtahanından danışmışkən qəbul prosesini müzakirə etdik. İndi də dövlət imtahanı prosesini müzakirə edirik. Azərbaycanda bu sadəcə ixtisas fənlərindən olur və Almaniyada isə həm ixtisas, həm qeyri-ixtisas, məsələn, daxili xəstəliklər kimi, burun-boğaz kimi, mikrobiologiya, patahistologiya, ümumi cərrahiyyə kimi ya da farmakologiya kimi fənlərdən də imtahan verirsiniz. Təbii ki, sizin ixtisas fənlərinizin dəyərləndirilməsi diplom qiymətinizə daha yüksək təsir edir. Yəni sizin protetik, yəni qapaq protez hazırlanan şöbədən aldığınız qiymət 4-ə vurulur. Bu da sizin əgər məsələn 1 almışsınızsa 4-ə vurursunuz, 4 əlavə olunur diplom qiymətinizə. Əgər 3 almışsınızsa 12 alınır. Bu da sizin dəyərləndirmənizi aşağı salır. Ona görə də ixtisas fənlərinə əsas yaxşı qiymət almaq çox önəmlidir ki, sizin diplom qiymətiniz yüksək olsun. Və mən çox təəssüf ki, bunu bilmirdim. Bu belə bir şeylə də maraqlanmamışdım ki, məsələn 2 ixtisas fənninə kəsilsən, bütün imtahan, yəni bütün ekzaminə, yəni bütün dövlət imtahanından kəsilirsən. Maraqlanmamışdım. Çox yəni ehtiyac olmadı, amma yəni belə bir qaydalar da hətta var idi. Və dediyim kimi müxtəlif qiymətlər toplanır, sizin diplom qiymətiniz çıxarılır. Məsələn, konservativ diş müalicəsi və protetik çox ağır keçən imtahanlarda xüsusilə xəstə müalicə edirsiniz və bundan da cərrahiyyədə də yaxud da ki parodontologiyada da xəstə müalicə edirsiniz. Məsələn, parodontologiyada 3 gün keçirsə imtahan, konservativ diş müalicəsi şöbəsində 1 həftə keçir ya da protetikdə 2 həftə keçir. Məsələn, protetik daha ağır hesab olunur, çünki protetikdə protezi həm xəstənin müalicəsi, həm də xəstənin sonra laboratoriyada protezi özünüz düzəldirsiniz ya da qapağı, hər şeyi özünüz düzəldirsiniz. Və bizim vaxtımızda bu birazcıq yüngül olmuşdu. Yəni semestrdə yox, semestrdə hamısını özümüz eləyirdik. Protezi düzəltdikdən sonra Azərbaycanda tapa bilmədim. Yəni Kronstadt protezin tam hazır halını, yəni hazır modelyasiya halını mən verirəm. Amma onu belə tökməyini özləri eləyir. Onu və bizə polirovkalı aşağı göndərirdilər. Bu sadəcə bizim dövlət imtahanımızda olan bir şeydir. Bizdən əvvəlkilərdə onlar şanssız deyək, o baxımdan onlar da olmamışdı. Amma təbii ki, bizdə çətin olan o idi ki, bizim semestrimiz ən ağır semestr ona görə oldu ki, bizdə professorumuz pensiyaya çıxmışdı və yeni onun əvəzləyicisi gəlmişdi. O da yeni bir qayda gətirmişdi bizdən əvvəlki olmayan semestrlərdə və bizdən sonrakılarda da olmadı. Və bizim dövlət imtahanında məncə ona görə 9 nəfər kəsilmişdi protetikdən. 9 nəfərin kəsilməsi dövlət imtahanından, bir də əsas fəndən, digər fəndən də pis qiymət yaxud da lap pis qiymət, yəni kəsilmək, o demək ki, sən bütün dövlət imtahanını şansını itirirsən. Dəyərləndirmələr də çox yaxşı olmamışdı. Bundan danışmaya bu başqa videonun mövzusudur. Hətta bəlkə də çoxlar üçün maraqsızdır bu mövzu. Ona görə də yəni demək istəyirəm ki, biz yəni bu imtahan ona görə də
necə deyim, onu sizə çatdırmaq istəyirəm ki, ən ağır imtahanı ki, 9 nəfərin kəsilməyi bir dövlət imtahanı məncə böyük bir şeydir. Digər fənlərdə isə daha öyrənməsi, imtahanın keçməsi, yoxlayanların da daha rahat insanlar olduğuna görə daha stressiz girirsiniz. Məsələn, cərrahiyyə kimi, parodontologiya kimi çox yaxşı şöbədir parodontologiya da Frankfurtda. Və yəni ona görə də imtahanlar yaxşı keçir. Çox adamların kəsdiyində ortodontiya imtahanı da olur. Dövlət imtahanı da yox, amma semestr imtahanları inanılmaz ağır keçir tövlət imtahanları. Çünki Almaniyada da, yəni Frankfurtda bizə ortodontiyanı elə öyrədilər ki, sən çıxanda xəstə müalicəsi yazmağa imkandasan. Təbii ki, master eləyirsən üstünə ya faxarts, yəni rezidentura eləyirsən üstünə. Amma ki, sən artıq müalicə planı yazmaq bacarındasan. Onsuz da müalicə planı yaza bilmirsənsə, heç kəs səni faxarts yerinə götürmür ya da master eləmək şansın da yoxdur onsuz da. Ona görə də universitet səni tam hazır ona uyğun buraxır. Bunu mən çox gözəl hesab edirəm. Yəni sən universiteti bitirəndə bütün sahələr üzrə müalicə etmək imkanın var. Məncə gələcəkdə əlavə olunacaq bir şey də olacaq. Məsələn, bizim dövrümüzdə implant qoymaq filan yoxdur. Düşünürəm ki, o da gələcək nə vaxtlarsa. Amma yəni ki, bu da olsa, mən deyərdim ki, tam o baxımdan mükəmməldir. Bir dənə çatışmayacaq onu hesab edirəm. Bir də bitirirsiniz, necə deyim, bu proses əslində baxanda ağırdır. Yenə də 6 aya yaysala belə ağırdır. Məncə 7 aya yaysala belə yağındır. Çünki daimi olaraq sən dövriyyəli olaraq bir həftədən bir, 2 həftədən bir imtahanlara hazırlaşırsan və hər gün fasiləsiz oxuyursan. Və bu əsas mərhələni, yəni əsas ixtisas fənlərinizi keçəndən sonra keçirsiniz digər ixtisas fənləri və biraz da olsa orada nəfəs alma imkanı olur. Bəzi fənlərə bir həftədə oxuma müddəti, düzünü deyim ki, artıq enerjim o qədər tükənmişdim ki, 3 gündən artıq oxuya bilməmişdim. Məsələn, mikrobiologiya imtahanına. Daxili xəstəliklərdir, patohistologiyadır, onlarda daha enerjimiz yüksəkdir. Yəni aşağı digər fənlərə doğru getdirsə, aşağıya doğru gedir enerji. Mənim isə əsas imtahanlarım burun-boğaz və mikrobiologiya idi. Təbii ki, mikrobiologiyanı semestrdə də oxumuşduq. Çox çətin deyildi, amma ki, imtahandır. Yəni nəticə olaraq oxumalısan. Və bunları da keçəndən sonra sizdən diplom dəyərləndirməsi olur və nəticə olaraq da verirsiniz, aprobasiyanızı alırsınız. Deyək ki, sistem ümumiyyətlə necədir? Klinikaya qədərki və klinika hissə olan hissə və bunlar arasında mərhələli imtahan olur. Bir də birinci dövlət imtahanı klinikaya keçmək üçün verilir, yəni xəstələrə keçmək üçün verilir. For fizikum, yəni birinci dövlət imtahanına qədər olan mərhələ isə əslində fantom kəllələrdə işləmək üçün verilir. Yəni bu əsas teoretik fənlərdir, kimyasıdır, fizikasıdır, belə fənlərdir. Sonra gəlirsiniz, onları keçəndən sonra TPK-ya gedirdik. Bizdə çox şey olmadı. İndi dediyim kimi sistem biraz dəyişilibdir, hər şey paralel keçilir. Yəni fantom kəllələrdə işləmək daha tez başlayır, klinikaya keçmək daha tez başlayır. Mənim isə vaxtımda bu 3 mərhələdən ibarət idi. 3 texniki, yəni burada biz yonurduq fantom kəllələrdə, ona qapaq düzəldirdik, metal əritmələrlə də düzəldirdik. Sonra sonraki mərhələdə protez düzəltməyi öyrəndik. Yəni mərhələ dəyişdi. İlk mərhələdə hər universitetdə bu fərqlidir. İlk mərhələdə biz mumla və plastilinlə düzəldirdik və diş yonurduq. İkinci mərhələdə qapaq, körpü belə şeylər. Üçüncü mərhələdə protez. Yəni sonra desən bunun bütün kombinasiyasını təbii ki, imtahanlarda verirsiniz. Eyni zamanda da bunun teoriyası var idi. Və bu 3 mərhələni də keçəndən sonra fizikum imtahanı olur. Sizin bu anatomiya, fiziologiya, bunlar təbii ki, tək-tək başqa yerlərdə keçirilir. Bizim əsas yenə də imtahan bu TPK, fantomize, fantom 1, fantom 2 imtahanları birləşdirirlər, fizikum olur. Bu da çox stresli bir imtahandır. Təbii ki, dövlət imtahanıdır. Sizin texniki həftə imtahanınız olur və işlərinizi təhvil verirsiniz və sizin teoretik imtahanınız olur bir gün. Necə deyim, çox stresli imtahan idi. Sizə bunu belə bir misalla başa sala bilərəm ki, dövlət imtahanında, yəni fizikum imtahanında oturmuşuq. Yəni bu imtahandan sonra keçirsiniz artıq əsas bu xəstə mərhələsinə əsas. Buradan sonra hamı sizə hörmət etməyə başlayır.
Yəni və imtahan içərisində oturmuşam, qapaq düzəldirəm. Qapağı polirovka edirəm və edəndə birdən elə başa düşürəm ki, qapağın oturanda tam oturmur. Yəni biraz polirovkada elə bilirəm ki, qırağa gedibdir. Və imtahanın ortasında inanılmaz bir ya o anda artıq imtahanın kəsildiyini təsəvvür edirsən. Gözlərimdən yaş yəni ki, belə tıp tökülür. Təbii ki, imtahan yoldaşlarım da görür. Otaqda çox adam olmur. Elə planlayırlar ki, hamı baxır və hamı deyir ki, nə olubdu? Və mən də elə bilirəm ki, şükür ki, olmamışdı və imtahanı birbaşa keçmişəm. Sonra gedib oturub şeyin altında, lupanın altında baxanda gördüm ki, yox, kəsilməyibdi və burada da çox böyük şanssızlıqlar olanlar olur. Məsələn, orada belə hava çəkən şey var, birdən qapaq çəkildiyi olubdu, ya da ki, polirovkada onun əgər sən oturdun qapaq son anda biraz qırağından aldınsa, imtahandan kəsildindir. Yəni hər şey olur. Və fizikum imtahandan belə keçir. Ona görə, yəni başa salmaq çünki çox stressli olduğunu. O imtahanda keçəndən sonra keçirsiniz bir semestr, yəni həm xəstənin, həm fantom kəllənin işləyirsiniz. Sonra isə artıq öz xəstələriniz hansısa sizə xəstə adları verirlər, zəng vurursunuz, çağırırsınız, müalicə edirsiniz. Müalicələr pulsuz deyil bu arada, yəni biz pullu plomb qoyurduq. Biraz sadəcə xəstələrin hövsələləri olmalıdır ki, yəni biz hər mərhələni göstəririk. Orada gələn xəstələr yaşlı xəstələr olur. Biz biraz daha ucuz müalicə edirik, amma yəni biz plomblara da pulu qoyurduq, yəni biz pulsuz plomb qoymurduq. Amma biraz çox vaxt gətirməli idilər özlərinin bərabərliklərində. Ya semestrlərə belə keçə-keçə bir də gəlirsən 8-ci semestrə. Frankfurtda baxmayaraq ki, universitet qaydalarında durmasa belə, Frankfurtda 8-ci semestrin giriş imtahanı olur. 7-ci semestr müalicədir, 8-ci semestr protetikdir. Yəni hər semestr bizdə belə dəyişir. Sonra 9 müalicədir, 10 yəni protetikdir. Təbii ki, yanaşı olaraq cərrahiyyə dərslərimiz olur. Bir həftə məsələn cərrahiyyə kursu olur, ya da yayda cərrahiyyə kursu olur, ya da bizim məsəl üçün praktika eləməliyik, ya da ki xəstəlik tarixçəsi yazmaq. Yəni bunlar yanaşı hamısı olur. Yanaşı parodontologiya olur. Və parodontologiya 9-cu semestrdə olur. Müalicə ilə bərabər. Həm konservativ, əslində parodontologiya da konservativdir, müalicədir. Yəni və onlar hamısı paralel gedir bərabərində. Paralel digər dərslər də gedir. Yəni əsas protetik, konservativ diş müalicəsidir. Çünki digər fənlər o qədər davamlılıq istəmir. Yəni protetikdə məsələn hər gün günlərimiz var idi, orada saatlarımız var idi, müalicə etdik. Və bizdə otaqlar yox idi təbii ki. Yəni bir böyük zaldı, pul deyirdik. Yəni və onun içərisində belə balaca kabinlərdir. Qapısı yoxdur, amma ki qıraqları örtülüdür. Mən və onun kurs yoldaşım, o mənə assistent edir, ya da mən də ona assistent edirəm onun dərsləri olanda. Və hər semestr belə dəyişir, dediyim kimi. Bir-birlərini əvəzləyir. 9-cu semestr müalicədir, 10-cu semestr yenə protetikdir və dövlət imtahanına hazırlıqdır. Eyni zamanda məsələn bizdə rentgen kurslarımız olurdu. Rentgen gedib eləməliydik arada, yaxud da ki təcili yardım şöbəsində 2 dənə ya 3 dənə kurslarımız olmalı idi. Yəni davamlı olaraq paralel kurslar, yəni bu qədər aydınlıq əslində çünki onsuz da dəyişir. Amma ümumi təsəvvürünüz olsun ki, proses necə gedir. Yəni siz hər sahədə siz artıq təcrübə toplayırsınız və təbii ki, ortodontiya imtahanları dediyim kimi çox adamın, yəni anlamayanda başdan mən elə tələbə tanıyıram ki, ortodontiyanı məsələn çox çətin, yəni əslində normalda hamının keçdiyini düşünürdüm. Elə tələbə tanıyıram ki, amma neçə dəfə kəsilib ortodontiya imtahanı. Mən ən sonunda yəni güc bəla ilə keçibdi. Yəni məncə ortodontiyanı sadəcə anlamaq lazımdır. Və sizi artıq hər şeyə öyrədir. Yəni plomb qoymaqdan tutmuş, kanal müalicəsinə kimi, hətta rengeninizi özünüz eləməyə bacarmağı öyrədir sizə.
Texnikiniz olmayanda protezinizi özünüz hazırlamaq bacarığındasınız. Yaxud da ki, yəni məncə də həkim hər şəraitdən özü çıxmağı bacarmalıdır. Ümumiyyətlə mən öyrənəndiklərimdən sizə bunu deyə bilərəm ki, hər şeyi özünüz bilməlisiniz. Bu çox çətindir. Amma hər şeyi özünüz bilməlisiniz. Heç kəs olmasa belə siz öz işinizi özünüz tək idarə edə bilərsiniz. Bir gün belə olsa, yəni məsələn klinika açmısınız, bir gün o klinika üçün olan hər şeyi bilməlisiniz ki, o klinika hər saatda, hər dəqiqə idarə edə biləsiniz. Və məncə Almaniyada universitetdə çox vacib olan amma öyrədilməyən tək şey hesab kitabdır. Bunu əsasən köməkçilərə öyrədirlər. Amma bu hesab kitab, yəni kassa ilə bağlı, onun xüsusi sifirlərlə hesablayırıq və məncə bunu da bizə öyrətmədilər. Çünki heç bir köməkçi onu yəni marağı yoxdur. Çünki həkim ondan daha çox pul qazanır, ona görə köməkçiyə marağı yoxdur. Tək bunu əlavə eləsələr məncə ən azı bir semestr belə olsa çox gözəl olar. Yəqin ki, mən düşünürəm ki, nə vaxtsa əlavə edəcəklər. Keçən Azərbaycanda bizdə necə idi? Ümid edirəm indi kommentariyada yaza bilərsiniz, yaxşıdırmı, daha mı yaxşı olub, daha mı pis olub? Rezidentura olmağı yaxşıdır. Mən amma anlamadığım bir şey var. Biz hər mərhələni qutarandan sonra imtahan veririk. Məsələn, Almaniyada məktəbi qutardın. Artıq bir məktəb qurtarma attestatın var, onunla universitetə girirsən. Azərbaycanda isə məktəb qurtarma attestatın var, yenə qəbul imtahan verirsən. Okay, bununla razıyam. Bunu verdik. Yəni məncə bu çox gözəl dəyərləndirmədir. Çünki Azərbaycan Tibb Universiteti üçün məncə Tibb Universitetinin yəni uşaqların ən qaymaq abituriyentləri seçilib Tibb Universitetinə yığılır. Ən qaymaq abituriyentlərdən məncə bitirəndə isə heç nə öyrətmə, yəni mən stomatologiya üçün deyirəm, kimlərsə müalicə işində biraz fərqli ola bilər. Sizi praktik hazırlıqsız buraxır universitet. Bu deməkdir ki, siz universiteti bitirəndə kiminsə yanına gedib, əlinə baxıb nəyisə öyrənməlisiniz. Almaniyada isə siz universiteti bitirirsiniz və gedirsiniz işləyirsiniz sabahsı gün. Azərbaycanda klinikaya qədər olansa, deyək ki, böyük bir fərq yoxdur. Klinikada isə biz keçdik klinikaya və bizim orada xüsusilə də, bilmirəm şöbəni onu qeyd eləməyim. Müəyyən şöbələrdə keçirilən dərslər ümumiyyətlə, yəni heç yaxşı deyildi. Tamam, teoriya öyrədirdilər, deyək ki, teoriya verirdilər. Kitablarımız çox köhnə idi. Hal-hazırda ki, yazıb qeyd edə bilərsiniz, yeni kitablar yazılıbmı, ya bizim vaxtımızda mən materiallarda çox zəif hesab edirdim. Azərbaycan sektoru üçün ən azından, yəni çox az material var idi. Ən yaxşı halda sizə sadəcə teoriya öyrədirdilər. Yəni pis hallar deyə, əgər sizin müəlliminiz savadlı deyildisə, yaxşı deyildisə, sizə teoriya olan hissəni də yaxşı çatdıra bilmirdi və hər şey sizin sadəcə olaraq öz əlinizdə idi. Ən yaxşı halda teoriya öyrənirsə və praktika üçün sizə nə xəstə verirlər, ən yaxşı halda çəkilmiş dişlərin üzərində nəyisə eləməyi göstərirlər. Yəni məncə bu sistem dəyişilməlidir. Biz məsələn universitetdə xəstə müayinə etmirdik. Alətlərə əlimizi vurmaq olmazdı. Çünki o alətlər də o otaqda dərsləyan müəlliminki idi. Halbuki o klinika universitetin tərkib hissəsidir. Və hər kəs öz otağını özü düzəltdiyinə görə heç kəs də, mən onlara başa düşürəm, heç kəs də icazə vermirdi ki, nəyəsə əlimizi vuraq. Bəlkə də kimdəsə bir nəfərdə, iki nəfərdə fərqli ola bilər. Kimsə ora indi mənə qeyd eləsəniz ki, yox, bizdə icazə var idi. Mən ümumi sistemdən danışıram. Mən görməmişəm. Mən Tibb Universitetində keçirilən vaxtımı, düzün deyim, itirilmiş vaxt hesab edirəm özüm üçün və həyatımın itirilmiş 5 ili hesab edirəm qazandığım dostları tutmaq şərti ilə. Buradan da onlara salam olsun. Yəni ki, sadəcə onları qazanmışam, başqa heç nə qazanmamışam. Və siz bitirirsiniz, heç nə etməyə bacarmırsınız. Sonra nə edirsiniz? Sonra universitetdə sizə dəstəkləyən yaxşı müəllimlərdən, yaxud da tanıdığınız, bildiyiniz diş həkimlərinin yanına kiməsə pul verirsiniz ki, gəl mənə öyrət ki, mən dişi necə yonmalıyam. Və sizdə ümumi yəni planlama
məsələn, sadəcə bir fənni öyrənmirsiniz, siz xəstənin planlamasıdır, xəstəyə münasibətdir, bunları öyrənirsiniz universitetdə və bunlar çatışmır. Deyək ki, indi rezidentura yaradıblar. Rezidentura Almaniyada avtomatikdir. Yəni siz bitirirsiniz, sənədlərini göndərirsiniz hansısa klinikaya, ya hansısa universitetə. Rezidentura o da sadəcə cərrahiyyə və ortodontiya üzrə eləmək olar. Ortodontiya üzrə eləmək o qədər yer tapmaq çətindir. Yəni mən tanıyıram bir insan 3 şəhər dəyişibdi. Yəni kimsə bunu eləyir, əksəriyyət açıq son vaxtlarda isə hamı masterə gedir. Eləcə də cərrahiyyə üzrə və mən onu demək istirdim ki, bizim ölkədə hətta diş həkimlərinin bu qədər uğurlu olmasının səbəbi bitirən tələbələrin, yəni uğurlu olanların təbii ki, uğurlu olmasının səbəbi o universitetimizə yox, o insanların özünə bağlıdır. Çünki mənim çox tanıdığım dostlarım, yaxınlarım, onlar hər kəs özünü öz hesabına inkişaf elətdirib. Hətta biri məsələn universitetin müəlliminin yanına gedib nəsə mənə bu o qədər necə deyim, mənə absurd gəlir. Niyə bu belədir axı? Niyə biz universiteti bitiririk və universitetin müəlliminin yanına gedirik ki, mənə repetitor kimi nəyisə öyrət? Yəni deyəcəklərim bu qədər. Ümid edirəm ki və düşünürəm ki, bunlar nə vaxtsa dəyişəcək. Düşünürəm ki 4 nömrəli klinika həqiqətən universitet tərkib hissəsi olaraq dəyişəcək. Yəni tələbələrin də xəstələri müalicə etmə imkanı, onlara xəstə verilmə imkanı nə vaxtsa yaradılacaq. Çünki hər yer və hər şey dəyişilir. Məncə bu da bir gün dəyişiləcək. Əgər videom sizə maraqlı oldusa, yaxud da ki, tənqidlər açığım, yaxud da fikirləriniz varsa, onu mənə yaza bilərsiniz. Mənim üçün də çox maraqlı olar. Əgər gələcək videolarda nə haqqında danışmağımı istəyirsinizsə, onu da mənimlə paylaşa bilərsiniz. Mən də düzün deyim, qısa-qısa videolar da paylaşmaq istəyərəm, amma hal-hazırdakı planlarımı sizinlə planlar bitəndən sonra paylaşacağam. Burada keçdiyim çətinliklər, onda başa düşəcəksiniz ki, niyə sizə söz verdiyim kimi davamlı videolar yükləyəcəyimi demişdim, niyə onu etməmişəm. Məni çox yaxşı anlayacaqsınız. Ümid edirəm videom sizin üçün maraqlı oldu və sizin rəylərinizi gözləyirəm. Hələlik.